Fayl menyusunda sonuncunu aç əmri. Bu əmr ondan ötürüdür ki, üzərindən bir dəfə sıxdıqda görəcəyik ki, sağ tərəfdə belə bir menyu açılır. Və bu menyuda bizim sonuncu dəfə bu proqramda istifadə elədiyimiz faylların, flipchartların adları göstərilir. Yəni ki, mən son dəfə bu 8 faylın üzərində işləmişəm. Mən bu fayllardan, bu flipchartlardan hansının üzərinə sıxsam, həmin flipchart aktivləşəcək. Məsələn, qızılgül flipchartın üzərindən bir dəfə sıxsam, həmin flipchart artıq açıldı. Deməli, son 3-cü dəfə mən bu flipchartın üzərində işləmişəm və yaddaşda saxlamışam. Və fayl menyusunda sonuncunu aç əmrinin yerindən sıxaraq, siyahını təmizlə əmrini sıxaraq adları, faylların adlarını buradan təmizləyə bilərik. Siyahını təmizlə. Gəlin yoxlayaq, sonuncunu aç və artıq heç bir faylın adı burada göstərilmir.